Salam əziz müəllimlər və şagirdlər. Belə bir sual nümunəsinə baxaq. Ozonator cihazından azot və oksigendən ibarət 400 litr qaz qarışığı keçirildikdə qarışığın həcmi 5% azalır. Əvvəlcə 400 litrin 5%-ni tapaq. Bu edəcəkdir 20 litr. Deməli, reaksiya zamanı 20 litr azalma baş verir. Reaksiyada oksigenin ozona çevrilmə reaksiyasıdır. Burada azot istifadə olunmur. 3 mol oksigendən 2 mol ozon alınır və görürük ki, 1 mol azalma baş verdi. 1 mol azalma baş verəndə 3 mol oksigen sərf olunub. Bizdə isə 20 litr azalma baş verir. Bəs onda nə qədər oksigen sərf olunar? Tapırıq ki, bu edəcəkdir 60 litr. Sonra deyək ki, oksigenin 25% ozona çevrilibdir. Yəni bu 60 ümumi oksigenin 25%-idir. Onda oksigenin 100%-i neçə litr imiş? Onu da tapırıq ki, bu 240 litr olub. İlkin qarışıqda oksigenin həcm payını müəyyən edin. İlkin qarışıq 400 litr. Oradakı oksigen 240. Onu da yazırıq 240. 400-ün neçə faizidir? Buradan da cavab alırıq 60% və cavabımız olacaq C bəndi.